Onun zirvəsindən Xəzər dənizi və Azərbaycanın düzənlikləri bir anda açılır. Bu dağ möhkəm qayadır və mifik hekayələri ilə tanınan Qafqazın ən məşhur dağlarından biridir. Xalq arasında müqəddəs məkan kimi tanınan Beşbarmaq dağı. Qalaşığı kəndi yaxınlığında yerləşən unikal təbiət və tarixi abidə olan Beşbarmaq dağına Qalaşığı Beşbarmaq hiking marşrutu ilə yürüşə çıxırıq. Bu, orta çətinlikli bir yürüş olacaq. Start götürəcəyimiz kənd dağın ətəyində, Xəzər dənizinə yaxın yerdə yerləşir. Kəndin əvvəlki adı Dib olub. O, 1999-cu ildə rəsmi olaraq Qalaşığı adlandırılıb. Azərbaycanda bir neçə hiking marşrutu mövcuddur. Onlardan biri də Böyük Qafqaz dağlarının cənub ətəyində, Xəzərin sahilində yerləşən Beşbarmaq dağına yönələn hiking marşrutudur. Bu günləri bu marşrut üzrə yürüş eləyəcəyik. Biz həm Beşbarmaq dağını, həm ondan Xəzər dənizinə açılan gözəl mənzərəni, həm də quş müşahidəsi zonalarını kəşf eləyəcəyik. Necə deyərlər, yolçu yolda gərək. Qalaşığı kəndindən başlanan yürüşümüz Beşbarmaq dağında finala çatacaq. Bu yürüşdə bizə bələdçiliyi Zeyd eləyəcək. O, peşəkar bələdçidir. Biz onunla bir neçə ay bundan qabaq Azərbaycanın ən yüksək zirvəsi olan Bazar düzünə qalxmışıq. 4466 metr yüksəklikdə yerləşən bu zirvəyə bizimlə bərabər 9 mərakeşli turist də yürüş eləmişdi. Bu yürüşümüzdə isə ikimiz və çəkiliş komandamız olacaq. Beşbarmaq dağı Azərbaycanın Siyəzən rayonunda, Xəzər dənizinə yaxın ərazidədir. Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur Dəvəçi ovalığında yerləşir. Siyəzən rayonu 1940-cı ildə yaradılıb. Onun ərazisindən Respublika əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bakı-Quba magistral avtomobil yolunun 40 kilometri, Bakı-Maxaçqala dəmir yolunun isə 47 kilometri rayon ərazisinə düşür. Siyəzənin əsas rəmzi sayılan Beşbarmaq dağı tədqiqatçıların araşdırmalarına görə tektonik hərəkətlər təsirindən əmələ gəlib. Səhra aysbergini xatırladan dağ dəniz səviyyəsindən 445 metr yüksəklikdə yerləşir. Təbiət yürüyüşümüz vaxt etibarilə yolu rahat, dincələ-dincələ getsək 2 saata tamamlanmalıdır. Yolumuz dik yamaçlardan, iri qaya daşların arasından keçir. Bu biraz diskomfort yarada bilər. Amma ətraf mənzərələr, təbiət gözəllikləri, Xəzərə açılan təkrarsız panoram çətinliklər haqqında düşünməyə macal vermir. Yuxarı baxırsa mifik bir dağ,
Aşağı baxırsan ünvansız dəniz. Bu iki təbiət gözəlliyini bir arada görmək böyük şansdır. Zeyd, adətən hiking marşrutları çətinliyinə görə kateqoriyalara bölünür. Hal-hazırda bizim bu yürüş elədiyimiz marşrut hansı çətinlikdədir, hansı kateqoriyadadır? Bakıya yaxın olmağıdır ki, rahatlıqla şəhərdən gəlib biz həm hiking eləyə bilər, təbiətlə kommunikasiyada ola bilər, həm dağ mənzərəsini görmüş, həm eyni zamanda dəniz mənzərəsini görmüş olarıq ki, belə hiking marşrutlarımız çox azdır. Biz həm dağa qalxıb, eyni zamanda da dəniz mənzərəsi ilə qarşılaşa biləcəyimiz. O səbəbdən dolayı buranın həm asanlıq dərəcəsi, həm də spesifik yerləşməsi xüsusi eləyir bu marşrutu. Çətinliyini və ya kateqoriyasını nəzərə alaraq uşaqlarla da yürüş eləmək olar, yoxsa yox? Əlbəttə, bu marşrutun ən üstün cəhətlərindən biri də odur ki, bura ailə ilə birlikdə siz yürüş eləyə bilərsiniz. Məsəl üçün, bizim ən çox qarşılaşdığımız həftə sonlarında ata-ana və övladları birlikdə təbiət yürüyüşünə getmək istəyirlər. Bura isə onlar üçün ən unikal marşrutlardan biridir. Birinci qeyd etdiyimiz kimi şəhərə yaxın olmağı, asan dərəcəli olmağı, hətta onlar özləri birbaşa da gəlsələr belə, hər hansısa bir qrupla, yox, tək fərdi olaraq da gəlsələr belə, rahatlıqla gəlib çıxa biləcəkləri bir marşrutdur. Bu hiking marşrutunun çox üstünlükləri var, xüsusilə paytaxtda yaşayanlar üçün, yaxında olduğuna görə. Amma əsas özəlliklərdən biri marşrutun ailənin balaca üzvləri üçün də mümkün olmasıdır. Qalaşığı beşbarmaq marşrutu ilə uşaqlar da gedə bilər. Belə yürüyüşlər vasitəsilə uşaqlar təbiəti daha yaxşı öyrənə və anlaya bilərlər. Bu marşrutu vaxt etibarilə nə qədər vaxta getmək olar? Marşrutumuz ümumilikdə Qalaşıqlı kəndindən başladıqda 2 km yarımdır ümumi məsafəmiz. Amma biz burada seçdiyimiz cığırlardan əsasən dəyişə bilir və biz ona görə 2-3 km nəzərdə tuturuq belə dedikdə. Çünki bəzən olur hava şəraitlərinə uyğun olaraq yağışa, palçığa, bu kimi şeylərə görə cığırlarımız korlana bilir və biz dəyişib alternativlə daha qısa, yaxud da daha uzun cığırla əvəzləyirik. O halda isə 2-3 kilometri biz 1 saata, balaca uşaqla gəldikdə isə saat yarım, 2 saata bu bizim qrup sürətimizdən, iştirakçımızdan, yəni ki, asılı olaraq dəyişir ki, biz nə qədər müddətə qalxa bilərik buranı. Bu marşrutu keçmək üçün xarici turistlər də sizə müraciət edirmi? Ümumiyyətlə, bu marşrut nə qədər populyardır? Bəli, bu marşrut bizim ən populyar marşrutlardan da biridir. Ən çox da xarici turistlərlə işləyərkən bura populyar marşrutdur. Çünki Bakıya yaxın olmağı ilə seçilir. Qısa vadəlik gələn turistlər qısa bir hiking eləmək istəyirlər və bir fərqli fəaliyyətləri eyni anda etmək istəyirlər və vaxt limiti olur. O səbəbdən dolayı bura gələrkən həm buranı görmüş olurlar, həmçinin bura yaxında yerləşən Xızının rəngli dağlarına gəlirlər, görürlər. Bu isə buranı daha da xüsusiləşdirir ki, xaricilər üçün də qısa, optimal və əlçatan edir. Beşbarmaq dağı Azərbaycanda ornitoloji turizm üçün də ən gözəl yerlərdən biridir. Buradakı dağlar və dəniz arasındakı keçid köç eləyən yüzlərlə quşlar üçün dəhliz rolunu oynayır.
Quşların həyatını, davranışını və təbiətdə rolunu araşdıran gənc alim, ornitoloq Zülfü Fərəcli söhbət zamanı köçəri və daimi quşlar haqqında maraqlı faktları açdı. Alimlə söhbətimizə Azərbaycana köç edən quşları hansı aylarda müşahidə eləmək olar sualı ilə başladım. Onu deyim ki, Azərbaycana qışlamağa gələn quşlar payız mövsümündə, yəni sentyabrın əvvəlindən başlayaraq dekabr ayına qədər köç edirlər. Bizim sayımlarımıza əsasən burada 400 növə yaxın quşdan 2,8 milyona qədər fərdi qeydə alınmışdır ki, bu da çox böyük bir miqdarda quşun bu ərazidən keçdiyini deməyə əsas verir. Bundan sonra onların bir qismi Azərbaycanda qalaraq qışlayırlar. Burada məsələn Qızılağac Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli Parkı və digər ərazilərdə onlar qışlamağa gəlirlər. Gənc alim Zülfü illərdir quşları araşdırır, öyrənir və onlar haqqında kitab da yazıb. Söhbət zamanı bəzi quşlar barəsində yayılan miflərdən, maraqlı faktlardan da danışmaya bilməzdik. Təbii ki, əvvəlcə qarğaların 300 il ömür sürməsinin sirrini öyrənmək istədim. Təəssüf ki, bu Azərbaycanda yayılmış təbiət miflərindən biridir. Ümumiyyətlə, dünyada ən yaşlı qarğa 59 il yaşamış, Tat adında Amerika qarğası olub. Amma təbiətdə bəzi quşlar uzun ömürlüdür və dünyada ən yaşlı quş hal-hazırda Qarabel albatros adlanan bir quşdur ki, onun 79 yaşı var və hələ də nəsil artırır. Yəni, bizim bildiyimiz təbiətdəki ən yaşlı quş budur. Təbii ki, zooparkda da bəzi quşlar daha uzun ömürlü olur. Məsəl üçün, tutu quşların 100 ildən çox yaşadığı məlumdur. Amma heç bir quş 300 il yaşamır. Azərbaycana qışlamağa gələn quşların sayı nə qədər azalsa da, hələ ki onları müxtəlif milli parkların ərazilərində görüb müşahidə eləmək mümkündür. İqlim dəyişikliklərinə baxmayaraq, hələ ki ana təbiət bizə qarşı rəhmli davranır. Amma biz də ona qarşı davranışlarımızı yaxşı təhlil eləməliyik. Bu sevgi qarşılıqlı olmalıdır, təbiətin özündə olduğu kimi. Qalaşığı beşbarmaq hiking marşrutu üzrə yolumuzun artıq yarısını arxada qoymuşuq. Torpaq biraz nəm olduğu üçün bəzi yerlər sürüşkən ola bilir. Ona görə yürüyüşə çıxanda mütləq hava durumu ilə tanış olun. Ona uyğun geyinin və davranın. Bakı-Siyəzən magistral yolunun 95 kilometrliyində yerləşən bu dağ uzaqdan baxanda əlin 5 barmağına oxşuyur. Ona görə də ona bu adı veriblər, 5 barmaq. Dağın ikinci bir adı Xıdır Zindədir. Xıdır peyğəmbər olub. Bəzi mənbələrdə onu Xızır kimi də adlandırırlar. Deyilənə görə bu yerdə Xıdır peyğəmbəri ilə Musa peyğəmbərin görüşü və ibadəti olub. Ümumiyyətlə, bu dağ Azərbaycanda müqəddəs yer sayılır və tez-tez ziyarət olunur. Əfsanəyə görə dirilik suyu axtarışında olan Xızır və ya Xıdır peyğəmbər bu dağın zirvəsindəki bulaqdan dirilik suyunu içib və ölməzlik qazanıb. Zində sözü diri, sağlam deməkdir. Bugün insanlar həmin bu sirli dağa gəlib dualar eləyir, niyyət tuturlar.
Beşbarmaq dağında mövsümündə və hava şəraitindən asılı olaraq paraplan uçuşları da həyata keçirilir. Yamaç paraşütü ilə uçuşlara Azərbaycanda əsasən Beşbarmaq dağı ətrafında, Şahdili Abşeron Milli Parkında, dəniz qırağında və Qusar rayonunda Şahdağ Turizm Mərkəzində də rast gələ bilərsiniz. Ekstrem həvəskarları Beşbarmaq dağı ətrafında 500 metrlik yüksəklikdə yamaç paraşütü vasitəsilə istədiklərini tapa bilərlər. Paraplanla səmaya qalxdıqda isə siz valehedici təbiət mənzərələrinin şahid olacaqsınız. Hər dəfə hiking ya trekking marşrutları üzrə yürüyüş eləyəndə yolda özümüz üçün nəyisə hazırlayırıq. Bu dəfə də ənənəmizə sadiq qalmışıq. Tərəvəzlərdən və çəkilmiş ətdən bir saciçi hazırlayacağıq. Görək nə alınır. Əvvəl başlayaq soğanla. Ətinə bax, əla ətri var, adam iştaha gətirir. İndi dadına baxacağıq. Yuxanın arasında. Gətir. Dadına baxdı, görüm necədir? Super. Super. Heç restoranlarda belə dadlı olmur. Mənzərədə, bu gözəllikdə, üstədə dad. Ümumiyyətlə çöldə və ocaqda pişən yeməyin dadı çox gözəl olur. Necə ki bu gözəl alınıb. Nuş olsun. Qalaşığı Beşbarmaq hiking marşrutu ilk baxışdan sadə görünür, amma yol uzandıqca fərqli hisslər yaradır. Marşrut Qalaşığı kəndindən başlayır və addım-addım Beşbarmaq silsiləsinə doğru yüksəlir. Yol boyu relyef dəyişir. Torpaq cığırlar qaya səhthi ilə əvəz olunur. Bu marşrutun ən güclü tərəfi mənzərədir. Arxada Xəzər düzənliyi açılır. Qarşıda isə Beşbarmaq dağının silueti görünür. Yuxarı qalxdıqca külək güclənir.
hava daha təmiz hiss olunur. Beşbarmaq dağı bu yolda həm də istiqamət verici rol oynayır. Yol texniki baxımından çətin olmasa da diqqət tələb eləyir. Bu marşrut yeni başlayanlar üçün əlçatan, təcrübəli yürüşçülər üçün isə rahat tempdə keçilə biləndir. Əsas üstünlüklərindən biri də odur ki, yol sizdə təbiətlə birbaşa ünsiyyət yaradır. Beşbarmaq zirvəsinə yaxınlaşdıqca məkanın mənası dəyişir. Burada həm təbiət, həm də inanc hissi yan-yana mövcuddur. Burada qədim tarixin izləri var. Abidə hələ tam kəşf olunmayıb, amma alimlər onu araşdırmağa davam edirlər. 2020-ci ildən Beşbarmaq dağı Dövlət Tarix, Mədəniyyət və Təbiət Qoruğu statusunu alıb. Beşbarmaq dağına doğru olan hiking marşrutumuz burada tamamlandı. Buradan o yana biz sadəcə dağın başına çıxacağıq. Yolumuza davam edirik. Orta əsrlərdə Beşbarmaq dağından müdafiə və müşahidə məntəqəsi kimi də istifadə ediblər. Şimaldan gələn təhlükənin qarşısını almaq üçün dağın ətəyindən Xəzər dənizinin sahillərinə qədər sədd də çəkilib. Bu, 5-ci əsrdə Sasani hökuməti dövründə baş verib. Arxeoloji qazıntılar zamanı qoruğun ətrafında bir neçə otaq da aşkar olunub. Beşbarmaq dağı bu gün də alimlər tərəfindən kəşf olunur. Zirvədən Xəzər dənizi sahillərinə və geniş düzənliklərə nəzarət eləmək mümkün idi. Ehtimal olunur ki, səddi 5-ci əsrdə Sasani hökmdarlarından biri inşa elətdirib. Hazırda dövrümüzə qədər səddin bir hissəsi gəlib çıxıb. Sədd bir-birindən 200 metr aralı iki divardan ibarət idi. Beşbarmaq dağının zirvəsinə aparan yol hündür, biraz da narahat pilləkənlərdən, qayaların arasındakı dar keçidlərdən ibarətdir. Hər il minlərlə yerli və xarici turistlər bu keçidlərdən keçib zirvədən açılan mənzərəni görmək istəyirlər. Bu dağın zirvəsinin ən cəlbedici tərəflərindən biridir. Zirvədən açılan panoram yürüşün bütün yorğunluğunu sizə unutduracaq. Xəzər dənizi havasına görə gah sakit, gah da coşqulu dalğalanır.
Dağın ətrafında əsrlərdir ilişib qalan böyük qaya parçaları mənzərənin cazibəsini biraz da artırır. Buradan görəcəyiniz nə varsa sizi valeh eləməyə qadirdir. Qalaşığı beşbarmaq marşrutu fiziki hərəkətlərlə yanaşı, düşünmək və gözəl dağ havasını almaq üçün də uyğun bir yol oldu. Bu marşrut şəhərin səs-küyündən uzaq, sadə, amma xoş emosiyalarla doludur. Beşbarmaq dağı Azərbaycanda hiking, fototurizm, dini turizm üçün populyar məkandır. Qalxış marşrutu biraz çətin olsa da peşəkar alpinistlik tələb eləmir. Lakin dik qayalar və külək səbəbindən ehtiyatlı olmaq vacibdir. Beşbarmaq dağı Azərbaycanda ən sirli dağlardan biri, bəlkə də birincisi sayılır. O həm mifoloji düşüncənin, həm də real coğrafiyanın qovuşduğu nadir məkanlardandır. Belə sirli dağa toxuna bilmək isə insanda yadda qalan təəssüratlar yaradır. Bu dağı insanlar əsrlər boyu kəşf edib, bu yolu çıxıb. Kimisi sualla, kimisi dua ilə, kimisi isə sadəcə gözəl mənzərə görmək üçün. Xıdır Zində kimi də tanınan Beşbarmaq dağı səyyahların, zəvvarların bələdçisi olub. Dağ bugün də öz missiyasını həyata keçirir. Onu tanımaq üçün yola çıxın. Gəlin onu kəşf edin. Çünki kəşf eləmək həmişə gözəldir.